bir xanım düşün. Bu sosial həyatın darlığındandır. Bax, sən təqribən 2 saat sonra çıxaq, Targovuda bulvarla keçidə yaxın kafelərin girişinə bax, 17-25 yaş arası xanımlar full makyaj, yəni alt dodaq boyası axmır ha, üst dodaq boyası da artıq axır. Salfetka ilə belə öpürlər ki, o artığını alsınlar. Sən ged o kafelerin girişindəki sıraya bax, o tüketməkdən söhbət edir. Qadının sosial həyatındakı darlığından ötürü aldığı geyimi, aldığı aksesuarı, gördüyü makyajın hamısını bir gündə etmə ehtiyacı duyur. Bu günlərin misal üçün deyə Rüfətin bir tədbiri var, açılışı var. Bu günlərin Filan adlı bir xanım da ora dəvət olunub. O ora gələnə qədər 3 ay ərzində 6 makyaj görüb, 2 aksesuar görüb, 4 geyim görüb. Bunun hamısını o gündə tüketmək istəyir. Ona görə də Avropadakı o nüt, nə deyirlər?